Övladım danışır, lakin sual vermir. Dəyərli valideynlər, əgər övladınız danışır, lakin sual vermirsə, bu deməkdir ki, sizin övladınızın nitq bacarıqları formalaşıb, lakin sosial ünsiyyət bacarıqları hələ də tam formalaşmayıb. Ünsiyyət sadəcə söz demək deyil. Bura dialoqa qoşulmaq bacarığı, sual vermə bacarığı, qarşılıqlı əlaqə hər biri aiddir. Övladınızın sual verməməsinin bir neçə səbəbi ola bilər. Bunlardan biri praktik ehtiyac duymamasıdır. Əgər övladınız sual vermədən öz istəklərini sərbəst yerinə yetirə bilir və yaxud da ki, o istəmədən siz onun bütün istəklərini yerinə yetirirsinizsə, bu zaman o sual vermə ehtiyacı duymur. Sosial motivasiyanın zəifliyi. Əgər uşağın ünsiyyətə marağı azdırsa, onun sual verməyə və əlavə informasiyalar qəbul etməyə də marağı az olacaq. Sual vermə bacarığının olmaması. Uşaq yeni biliklər əldə etmək üsulu olaraq sual verməyi dərk etməyə bilər və yaxud da ki, sualı hansı formada verəcəyini bilməyə bilər. Dili strukturlaşdırma çətinliyi. Uşağın nitqi var, lakin o kim, nə, hara kimi sualları necə, nə formada verəcəyini bilmir. Bu zaman nə etmək olar? Oyun daxilində uşağı sual verməyə təşviq edin. Hər hansı bir oyuncağı gizlədib, oyuncaq hardadır deyə və yaxud da ki, oyuncağın bir qismini gizlədib, bir qismini göstərərək bu nədir deyə uşağa suallar verməyə təşviq edə bilərsiniz. Özünüz tez-tez suallar verin, lakin cavabını verməyə bir qədər gözləyin ki, uşaq bu ünsiyyət formasını müşahidə edib, anlayıb, öyrənə bilsin. Onun maraq dairəsində olan mövzular haqqında daha çox suallar verin. Məsələn, onun sevdiyi cizgi filmi, onun sevdiyi hər hansı bir məkan haqqında müxtəlif suallar verə bilərsiniz. Sual formalarını modelləşdirin. Məsələn, mən bilmirəm, sən soruş görək kimi metodlarla onu sual verməyə sövq edə bilərsiniz.